Salam şagirdlər, mən Allahverdiyev Nərmin müəlliməm. Bu videoda mən sizin üçün 8-ci sinif yeni biologiya dərsliyindən insan orqanizmində həzm prosesi mövzusunun izahını paylaşacağam. Biz bilirik ki, orqanizmdə baş verən proseslərin həyata keçirilməsi üçün belə deyək də ona bir təkan lazımdır. Hansısa bir xüsusiyyət, hansısa bir maddə bu reaksiyanı sürətləndirsə, bu reaksiyalar daha yüksək sürətlə getdiyinə görə proses daha uğurlu baş verə bilər. Və bu proseslərin birini həyata keçirən, yəni bir neçəsini belə deyək də, əksər hissəsini həyata keçirən fermentlərdir. Fermentlər orqanizmdə kimyəvi reaksiyaları sürətləndirirlər, özləri isə dəyişməz qalırlar. Yəni reaksiya müddətində ferment istifadə olunmursa, sadəcə olaraq ferment reaksiyanı sürətləndirir. Məsələn, zaman keçdikcə fermentin miqdarı dəyişmir. Bu şəkildə qrafikdə göstərilir. Və fermentlər kimyəvi tərkibinə görə zülaldır. Yəni bütün fermentlər zülaldır, amma bütün zülallar ferment funksiyası yerinə yetirmir. Və fermentlər haqqında əvvəlki dərslərdə daha geniş məlumat vermişəm və fermentlərsiz orqanizmdə baş verən reaksiyalar ya heç gedə bilməyəcək, ya da çox yavaş gedəcək. Bu da orqanizm üçün təbii ki, fəsadlara səbəb ola biləcək. Yəni qida maddələri, məsələn, bunlardan birini deyə bilərik ki, qida maddələri həzm oluna bilməyəcək, ya da ki, çox yavaş həzm olunacaq. Və orqanizmdə bu sintez olunan bu fermentlər bioloji fəal maddələrdir və reaksiyanın sürətini artırır, özü isə dəyişməz qalır. Və nələrə təsir edir? Zülalları, yağları, karbohidratları kiçik molekullara parçalayır ki, bunları da orqanizmdə həzm olunmasına şərait yaradır, belə deyək. Və zülallar və karbohidratlar qana, yağlar isə limfaya ötürülür. Bunlar haqqında da danışacağıq. Həzm prosesində iştirak edir ağız suyu vəzləri, mədə və bağırsaq vəzləri, mədə-altı vəzləri, bunlar hamısı qana ifraz olunmayan, orqanın boşluğuna ifraz olunan vəzlərdir. Və həzm vəzləri 3 əsas qrupa bölünür. Zülalları parçalayan, yağları parçalayan və karbohidratları parçalayan. Görürsünüz ki, biz xüsusi vurğuladıq. Karbohidratları parçalayan, yağları və zülalları parçalayan. Yəni zülalları parçalayan ferment yağları parçalaya bilmir. Yağları parçalayan ferment zülalları parçalaya bilmir və ya da karbohidratları parçalaya bilmir. Hər bir reaksiyanın baş verməsi üçün spesifik fermentlər təsir göstərməlidir. Məsələn, bu hissəyə nəzər sarsaq görəcəyik ki, zülallar həzm orqanlarında həm əldə, həm nazik bağırsaqda parçalanır. Bunlar haqqında geniş danışacağım və bunlara da belə deyək də harada parçalanmasından sonra müvafiq fermentlər, yəni zülallar təsir edir. Eyni zamanda karbohidratlar ağızda, nazik bağırsaqda parçalanır. Və yağlar da nazik bağırsaqda parçalanır. Yəni karbohidratların həzmi ağızda başlayır, kimyəvi həzmi ağızda başlayır. Kimyəvi həzm nə deməkdir? Yəni karbohidratlar qlukozaya parçalansın, yəni son parçalanma məhsullarına qədər. Zülallar amin turşularına parçalansın, yağlar gliserin və yağ turşularına parçalansın. Bu qədər çox xırda hissəciklərə qədər parçalana bilirsə, deməli kimyəvi həzmdir. Amma məsələn yağlar sadəcə xırdalanır, xırda yağ damlalarını çevirirsə, bu oldu fiziki həzm. Yəni, tutaq ki, mən soyuducudan bir hissə yağ götürmüşəm və onu çox kiçik hissəciklərə parçalamışam. Mən onu nə qədər kiçik hissəciklərə parçalasam da limfanın tərkibinə daxil ola biləcək qədər xırda olmayacaq, düzdürmü? Çünki mən ona fermentdə təsir etmədim. Eyni zamanda da yəni fiziki həzmə məruz qalırsa, o mənim sadəcə soyuducudan götürərək xırda hissəciklərə parçaladığım kimi hissəciklərə parçalanır. Yəni son parçalama məhsullarına parçalanmır. Yəni gliserin və yağ turşularına qədər parçalanmır və yaxud da karbohidrat qlukozaya qədər parçalanmır. Zülallar amin turşulara qədər parçalanmır. Əgər ora qədər parçalanırsa, deməli kimyəvi həzm baş verib. Sadəcə xırda hissəciklərə parçalanırsa, buna fiziki həzm və yaxud da ki, mexaniki həzm deyirik. Deməli, karbohidratların kimyəvi həzmi ağızda başlayır, nazik bağırsaqda yekunlaşır. Yəni bir hissəsi ağızda başlayır. Əgər mən qidanı karbohidratla zəngin qida qəbul etmişəm və onu bir neçə dəqiqə ağzımda saxlamışamsa, bu zaman karbohidratlar qlukozaya qədər parçalana bilər. Çünki karbohidratları kimyəvi həzmə uğradan fermentlər var ağızda. Amma mən ağızda nə qədər də qidanı saxlasam, o yağlar, gliserin və yağ turşuları parçalanmayacaq. Sadəcə kiçik hissəciklərə parçalana bilər. Yəni fiziki dəyişkənliyə uğraya bilər.
Yəni yağların parçalanması nazik bağırsaqda baş verir, amma süd yağlarının parçalanması mədədə də baş verir. Zülalların parçalanması isə mədədə də baş verir, nazik bağırsaqda da baş verir. Əgər heyvan mənşəli qida ilə qidalanmışıqsa, zülalla zəngindirsə, məsələn yumurta yemişik və ya da ət yemişiksə, bunların tərkibindəki zülalların parçalanması, yəni amidurlara qədər parçalanması mədədə baş verir. Amma bitki mənşəli qidalanmışıq, məsələn noxud yemişiksə və tərkibində çoxlu zülal varsa, bunun tərkibində olan zülalın parçalanması, yəni amid uçlarına qədər parçalanması mədədə deyil, nazik bağırsaqda baş verəcək. Bu da belə. Deməli, indi ağız boşluğunda həzmdən danışaq. Ağız boşluğunda qida dişlərin sayəsində xırdalanır. Xırdalanırsa, demək ki, fiziki dəyişkənliyə və yaxud da mexaniki dəyişkənliyə uğradı. Eyni zamanda ağız suyu vəzlərinin təsiri ilə islanır. Deməli, yenə də fiziki və ya mexaniki həzmə məruz qaldı. Eyni zamanda ağızda deməli 3 cür ağız suyu vəzləri var ki, dilaltı, qulaqyanı və çənaltı ağız suyu vəzləri var ki, bunlar ağız boşluğuna ifraz olunurlar və qidanın belə deyək də isladılmasında, xırdalanmasında falan, yəni isladanda da xırdalanırdı. Ağız boşluğunda baş verən proseslərin baş verə bilməsi üçün iştirak edir. Və ağız suyu zəif qələvi reaksiya malikdir. Ümumiyyətlə, indi digər həzm orqanlarında da onların mühitini deyəcək ki, necə bir mühitdə olur və ağız da zəif qələvidir. Bu, onun öz funksiyasını yerinə yetirə bilməsi üçün mühitdir. Yəni, ağızda əgər fermentlər varsa, o fermentlər bu mühitdə təsir göstərə bilir. Məsələn, mən ağzı turş mühit eləsəm, o fermentlər təsir göstərməyəcək. Ona görə də hər bir həzm orqanlarının o hansı orqandırsa, o müvafiq mühitdə təsir göstərməlidir ki, müvafiq mühitdə normal şəkildə müvafiq mühitdə olmalıdır ki, yəni bura həmin fermentlər, həmin orqanda olan fermentlər öz fəaliyyətini davam etdirə bilsin. Və ağız suyu tərkibində su var, 98% sudan ibarətdir, lizosim var, amilaza var və eyni zamanda maltaza fermentlərindən də ibarətdir və bunların da hər birinin funksiyası var. Su dedik ki, qidanın isladılmasında rol oynayır və eyni zamanda məsələn biz qida nəm olmalıdır ki, biz onu rahat udada bilək. Eyni zamanda qidanın sürüşkən halına salan fermentlər də var ağızda və lizosim burada zərərli maddələrin zərərsizləşdirmə funksiyasını yerinə yetirir. Amilaza və maltaza isə karbohidratların sadə karbohidratlara qədər parçalanmasına kömək edir. Yəni, karbohidratlar iri molekullu birləşmədir. Məsələn, iri molekullu nişasta, bitki mənşəli qida ilə qidalanmışıqsa, bitkinin tərkibində olan iri molekullu nişasta qlukozaya qədər parçalana bilər. Amilaza və maltaza fermentlərin təsiri ilə. Və eyni zamanda lizosim fermenti ağızda olan mikrobları təmizləməklə yanaşı və ağızın selfli qışasının yaraların sağalmasını təmin edir. Yəqin ki, fikir vermişsiniz, qış aylarında dodaqda partlama baş verir, belə yara olur da, qurur deyə yara olur. Onu deyirlər ki, tez-tez dodağı nəm elə ağız suyu ilə ki, o nəm olsun ki, belə deyək də partlamasın, çat əmələ gəlməsin, yara əmələ gəlməsin. Deməli, ağız suyunda bu kimi əhəmiyyəti var. Eyni zamanda ağızda dil var ki, dilin sayəsində biz qidanın dadını hiss eləyə bilirik. Yəni, qidanın dadını hiss eləməsə biz onu yeyə bilmərik, düzdür? Bizə dadsız gələr, yeməkdə çətinlik çəkərik. Sonra buradakı təcrübəni izah edeyim. Burada nə demək istəyir? Deyir ki, aptekdən almış mədə şirəsi içərisində bişmiş toyuq yumurtasının ağı olan 4 sınaq şirəsi götürək və belə deyək, ikisinin içinə deyir ki, mədə şirəsi tökək və ikisinin içinə isə su tökək və mədə şirəsi olan qablara da, su olan qablara da toyuq yumurtası qoyaq. Müəyyən vaxtdan sonra oradakı olan prosesləri müəyyənləşir və əlimizin içində onu isidək. Çünki biz deyirik ki, insan orqanizminin temperaturu 36,6 dərəcə, 36-37 belə də, yəni bu aralıqda olan belə deyək də temperaturdadır və soyuq şəraitdə reaksiya baş vermir. Yəqin ki, kimyadan da bilirsiniz, reaksiyanın baş verməsi üçün müəyyən temperatur lazımdır ki, ona görə də deyir ki, əlimizin içində onu isidək və müəyyən vaxtdan sonra görəcəyik ki, mədə şirəsi olan hissədə toyuq yumurtası həzmə uğradı. Amma su tökdüyümüz hissədə heç bir dəyişiklik baş vermədi. Yəni, orada zülallar parçalanmadı.
Çünki mədə şirəsi zülallara təsir eləyə bilir, amma su zülallara təsir eləyə bilmir. Bu da belə. Sonra keçdik mədədə həzm. Deməli bizim həzm orqanlarımız nə idi? Ağız boşluğu, mədə, bağırsaqlar bu həzm sistemi orqanlarımızdır. Ağız suyu fermentləri lizozim, amilaza və maltaza, mədə fermentlərinə aiddir. Pepsin, ximozin, lipaza, xlor turşusu və selik bunlar mədədə ifraz olunurlar. Və bunların da hər birinin özünə məxsus funksiyaları var. Bədən daxili selikli qişyasındakı vəzlər pepsin, ximozin, lipaza adlanır. Və pepsin fermenti zülalları lipaza süd yağlarını, ximozin isə süd zülallarını parçalayır. Yəni belə deyək də, spesifik olaraq, məsələn, lipaza süd yağlarını parçalayırsa, eyni zamanda gəlib süd zülallarını da parçalaya bilməz. Hərənin belə deyək də, öz funksiyası var. Mədə vəzlərinin ifraz etdiyi şirənin tərkibində xlor turşusu da var. Əgər xlor turşusu ifraz olunmazsa nə baş verə bilər? Xlor turşusunun təsiri ilə pepsin aktivləşir. Əgər xlor turşusu ifraz olunmayacaqsa, onda pepsin də aktivləşməyəcək. Belə deyək də, mədədə xlor turşusu turş mühit yaradır. Turş mühit yaratması da digər fermentlərin fəaliyyətinin aktivləşməsinə səbəb ola bilir. Əgər tutaq ki, mədədə turş mühit deyil, qələbə mühit olsa, mədədə olan fermentlər fəaliyyət göstərə bilməyəcək. Və həzm prosesi 36-37 dərəcə Selsi temperaturda baş verir. Eyni zamanda xlor turşusu belə deyək də, zərərli maddələri zərərsizləşdirmə funksiyasını da yerinə yetirir və mədənin hərəki fəaliyyətinə səbəb ola bilir. Bu nə deməkdir? Yəni mədə əzələlərinin hərəkətinə səbəb ola bilir. Əgər mədə əzələləri hərəkət edirsə, bu orada fiziki dəyişkənliyin baş verməsinə səbəb ola bilir. Sanki belə təsəvvür edin, tutaq ki, bir torbadır, torbanın içərisinə pendirləri hissələrə bölüb atmısınız və onu tərpədirsiniz. Tərpətdikcə görəcəksiniz ki, pendir müəyyən qədər hissələrə parçalandı. Yəni fiziki dəyişkənliyə uğradı. Ona görə deyirik ki, hərəki fəaliyyətinə səbəb olur ki, bu da mədədə qida maddələrinin fiziki dəyişkənliyinə səbəb ola bilir. Sonra və mədə divarındakı əzələlər deyirik ki, yığılıb boşalır. Yığılıb boşaldıqca qida maddələrini nazik bağırsağa ötürür. Və deməli, mədədə hansı maddələrin parçalanması baş verdi? Dedik ki, karbohidratlar parçalanması ağızda başlayır, nazik bağırsaqda bitir. Mədədə süd yağları, süd zülalları və deməli, heyvan mənşəli zülalları yəni parçalana bilər və belə deyək, əgər tutaq ki, qida maddəsi qəbul etmişik, yəni heyvan mənşəli qida qəbul etmişik, yəni heyvan mənşəli və zülalla zəngin qida qəbul etmişiksə, bu zaman həmin qida mədəmizdə daha çox qalır. 4-6 saat qalır. Təbii ki, kitablarda yəqin ki, bilirsiniz. Bu mədədə qalır. Amma biz bitki mənşəli qida qəbul etmişiksə, onda mədədə çox qalmır. Və mədənin girəcəyi və çıxacağı var. Keçən dəfə bununla sizdən danışmışdım. Əgər oturub qidanı qəbul edirsə, mədənin girəcək hissəsi açıq, çıxacaq hissəsi qapalı olur, qida rahat daxil ola bilir, həzm prosesi baş verə bilir və oradan da nazik bağırsağa ötürülə bilir. Amma yəni ayaqüstə duranda artıq. Amma biz mədədə 4-8 saat qida həzm olunsa, biz 4-8 saat, köhnə kitablar 4-8 yazıb, həmiyyət dərsliyini 4-6 saat yazıb. Yəni biz 4-6 saat oturub yemək yemirik ki, qidanı qəbul edindən sonra durub ayaqüstə gəzəndə artıq ondan sonra 4-6 saatdan sonra artıq qida maddəsi nazik bağırsağa ötürülür. Amma ayaq üstə yemək yeyəndə mədənin ağız hissəsi qapalı olur deyə, ona görə qida ora belə deyək də güclə daxil ola bilir. Bu da sonra mədədə ağrıya səbəb ola bilir. Və gün ərzində mədədə 1,1-2 litrə qədər mədə şirəsi ifraz olunur. Bu da belə, ümid edirəm ki, demədiyim bir şey qalmadı mədə haqqında. Və eyni zamanda mədənin selikli qişyası var ki, bu mədənin divarlarını, burada selik ifraz olunur və mədənin divarlarını bu xlor turşusu, turş mühit yaradır. Yəni mədənin divarlarını o turş reaksiyalardan qoruyur. Çünki turş bir şey qıcıqlandırıcı təsir göstərir. Yəni mədədə yara əmələ gətirə bilər, mədə turşuluğuna səbəb ola bilər falan. Bunları qoruyur selik mədənin divarlarında ifraz olunur deyə. Sonra keçirik bağırsaqlarda həzm. Bağırsaqlarda həzm var nazik bağırsaq. Nazik bağırsaq deməli 12 barmaq bağırsaq,
hissəsində əsasən bu proses baş verə bilir. Yəni həzm prosesi baş verə bilir və 12 barmaq bağırsaqda belə deyək, ağızda karbohidratların bir hissəsi həzmə uğrayır. Yenə deyirəm, əgər qidanı bir müddət ağızda saxlayırıqsa. Əgər ağızda saxlamırıqsa, onda tez mədəyə ötürülürsə, bu zaman ağızda karbohidratların həzmi, yəni kimyəvi həzmi baş vermir. Ötürüldü nazik bağırsağa. Nazik bağırsaqda eyni zamanda zualların, yağların, karbohidratların da kimyəvi həzmi, son kimyəvi həzmi baş verə bilir. Yəni buradan o yana da artıq heç bir yerdə kimyəvi həzm baş verməyəcək, heç bir həzm orqanında. Yəni məsələn nazik bağırsaq, nazik bağırsaqdan yoğun bağırsağa ötürülürsə, orada kimyəvi həzm baş verməyəcək. Və qida maddələri son pançırma məhsullarına qədər parçalanır və deyirik ki, nazik bağırsağın quruluşu burada göstərilib. Nazik bağırsağın quruluşu çay əzələ toxumasından təşkil olunub, orta hissəsi belə deyək, içərisi epiteli toxumasından təşkil olunub və burada mikroxovcuqlar vardır ki, onlar da bir qatlı epiteli toxumasından təşkil olunub. Çünki bir qatlı epiteli toxumasından təşkil olunan orqanlar əvvəlki dərslərimizdə də demişdik. Divarı bir qatlı epiteli toxumasından təşkil olunan orqanlarda mübadilə prosesləri baş verir. Yəni məsələn, tənəffüs orqanlarında qazlar mübadiləsi baş verir. Burada maddələr mübadiləsi baş verir. Bu şəkildə, yəni qida maddələri o qədər xırda hissəciklərə parçalanır ki, yəni son parçalama məhsulları artıq qana və limfə sorulmalıdır. Bu prosesin baş verə bilməsi üçün son dərəcə kiçik hissəciklərə parçalanır. Və mədəyə eyni zamanda deyirik ki, ödün, mədə deyirəm nazik bağırsağa və mədəaltı vəzinin ifraz etdiyi həzm fermentləri bura daxil olur. Öd belə deyək də həzm etmir qidanı, sadəcə olaraq həzmi aktivləşdirir, zərərli maddələri zərərsizləşdirir, yağların fiziki dəyişkənliyə uğramasına kömək edir. Bayaqlarda sizə dedim ki, yəni tutaq ki, mən soyuducudan götürdüyüm yağı xırda hissəciklərə parçalayıram. Bunların parçalanmasında iştirak edir öd. Yəni öd onu xırdalayır sadəcə olaraq, yəni fiziki dəyişkənliyə uğradır. Ondan sonra və bir də onu deyim ki, öd və mədəaltı vəzinin axacağı eyni bir axacaqla nazik bağırsağa axıdılır. Və mədəaltı vəzinin tərkibində tripsin, lipaza və amilaza vardır ki, bunlarda tripsin zualları parçalayır, lipaza yağları parçalayır, amilaza isə karbohidratları parçalayır. Görürsünüz, mən mədədən danışanda dedim ki, mədədə pepsin zualları təsir edir. Artıq nazik bağırsaqda tripsin zualları təsir edir. Demək ki, zuallar iki fərqli mühitdə və iki fərqli fermentin təsiri ilə parçalana bilir. Belə bir sual qarşınıza çıxa bilər. Zuallar parçalanır nazik bağırsaqda amin turşularına, karbohidratlar parçalanır glukozaya, yağlar isə parçalanır gliserin və yağ turşularına. Və bundan sonra artıq belə deyək, lazımlı maddələr karbohidratların və zualların parçalama məhsulları qana keçir. Yağlar gliserin və yağ turşularına parçalanmışdır. Onlar da artıq keçirlər belə də limfəyə keçənə yerdə artıq gliserin və yağ turşuları insana lazım olan yağlara, yəni iri molekullu birləşmələri çevrilir. Ondan sonra keçir limfaya. Bu da belə və mikroxovcuqların miqdarı da burada qeyd olunub. 1 kvadrat santimetr hissədə 2,5 2500 mikroxovcuq var. Bunlar o qədər kiçik hissəciklərdir ki, yəni o belə deyək də 1 kvadrat santimetr arasında bu qədər yerləşə bilir və qida maddələri diffuziya yolu ilə qana sorulur. Diffuziya, yəni o qədər kiçik hissəciklərə parçalanır ki, diffuziya yolu ilə keçə bilir. Bizə bilir ki, diffuziya prosesi zamanı kiçik molekullu maddələr keçirlər. Və bu da belə. Sonra orada demədiyimiz bir şey qalmadı ki, deməli, bu da burada bir şey deyim və görürük ki, burada göstəriblər, yəni nazik bağırsaqda qida maddələri iri olursa qana keçə bilmir. Ondan sonra kiçik hissəciklərə parçalanır. Görürsünüz, kiçik hissəciklərə parçalanır, qana keçməlidir və ondan sonra diffuziya yolu ilə keçir. Yəni
iri molekul olanlar keçə bilmir, kiçik hissəciklər keçə bilir qana və görürsünüz ki, burada qara ilə işarə olunanlar fermentlərdir. O maddələri kiçik hissəciklərə parçalanır, onlar keçmədilər qana. Çünki fermentlər qana keçmir. Bu da belə. Və əslində kitabda qeyd olunmuyub, amma köhnə kitablarda var idi. Bir dənə onu demək istəyirəm ki, indi şagirdlər soruşa bilər ki, limfaya keçəndən yağlar limfaya keçdi, amin turşuların, yəni zulaların parçalama məhsulları, karbohidratların parçalama məhsulları keçdi qana, sonra nə baş verir? Qana keçmiş maddələr keçir qaraciyərə. Qaraciyərdə yenə də zərərli maddələrdən zərərsizləşir və orada əgər qəbul etdiyimiz qidanın tərkibində karbohidrat çoxdursa, o qlikojenə çevrilib qaraciyərdə toplanır və ondan sonra belə deyək də, oradan da qaraciyərdən çıxıb ürəyə daxil olur. Böyük qan dövranı ilə ürəyə daxil olur. Və əgər limfaya keçibsə, orada keçir limfaya, limfa düyünləri ilə limfa düyünlərində zərərli maddələrdən zərərsizləşir, ondan sonra yenə ürəyə ötürülür. Bu da bu şəkildə davam edir. Sonra bir də ki, burada da bir düşün müzakirə paylaş hissəsində deyir ki, kimyadan bilirsiniz ki, kimyəvi reaksiyalar zamanı katalizatorlar səhv olunmur. Yəni, bu katalizator rolunu oynayan biologiyada burada fermentlərdir. Belə olan halda fermentlər orqanizmin həzm vəzləri tərəfindən daim hansı səbəbdən əmələ gəlir? Və həzm vəzləri tərəfindən daim zülallar sintez olunur. Zülallar da dedik ki, fermentlər də kimyəvi tərkibə görə zülaldır. Onlar da istifadə olunur. Belə deyək də, reaksiyanı sürətləndirir, amma özü nə azalmır, nə də artmır. Və əgər belə deyək də, bu prosesdə problem varsa, fermentlər sintez oluna bilmirsə, bu zaman həmin fermenti biz dərman formasında qəbul edirik ki, reaksiya sürətlənsin. Çünki məsələn, qida qəbul etmişik, həzm fermentləri normal sintez olunmur və bu qida maddəsi həzm olmalıdır. Ona görə də həkim ferment yazır ki, o fermentin təsiri altında qida maddələri həzmə uğrasın. Və sonra qida maddələri keçir, belə deyək də, həzm olunmayan qida maddələri nazik bağırsaqdan keçir yoğun bağırsağa. Yoğun bağırsaqda, belə deyək, elə bil, həzm olunmayan qida maddələri, məsələn, bitkilərin həzm olunmayan hissələri, bilirik ki, bitkinin hüceyrə divarı selüloza adlanır. Yoğun bağırsaqda olan bakteriyaların təsiri altında kiçik hissəciklərə parçalanır. Yəni, tutaq ki, iri molekullu bir şeydir, bir maddədir. Onlar kiçik bakteriyalar onları xırdalayır ki, xaric olunur, rahat xaric olsun, yəni qəbizlik yaratması. Ona görə də deyirik ki, antibiotik qəbul etdiyimiz zaman qədərində qəbul etməliyik. Hansı antibiotiki qəbul etməyimizi bizə həkim məsləhət görməlidir. Çünki bizim orqanizmimizdə faydalı bakteriyalar da var. Məsələn, dərimizdə faydalı bakteriyalar var. Eyni zamanda bağırsağımızda da faydalı bakteriyalar var ki, bunlar orqanizmə fayda vermək üçündür. Əgər o bakteriyalar məhv olarsa, onda demək ki, yoğun bağırsağa keçən maddələr orada bakteriyaların təsirinə məruz qala bilməyəcək və xırda hissəciklərə parçalana bilməyəcək. Eyni zamanda yoğun bağırsaqda olan suyun artığı qana soğurulur və belə deyək də, o su reaksiyanı sürətləndirmək üçün idi, yəni həzm prosesini sürətləndirmək üçün idi. Əgər su qana soğurulmasa və hər dəfə xaric olarsa, təbii ki, bu orqanizm üçün zərərli ola bilər. Ona görə də suyun çox hissəsi geri soğurulur, az bir hissəsi xaric olur. Eyni zamanda deyirik ki, kör bağırsaq yoğun bağırsağın bir hissəsidir. Burada limfositlər var, bağırsaq çöpü bakteriyalar var. O da zərərli maddələri zərərsizləşdirmə funksiyasını yerinə yetirə bilir və bağırsaq çöpünə düşən mikroorqanizmlər bağırsaq çöpləri vasitəsilə tutulur və bitki mənşəli qidanın tərkibində olan selülozanın parçalanması da bəs elə bu bağırsaq çöpü bakteriyaların təsiri ilə baş verə bilir. Eyni zamanda burada həmin bakteriyaların fəaliyyəti nəticəsində KVB qrupu vitaminlərində yaranmasına səbəb ola bilir və orqanizm üçün lazım olan vitaminlər səbəb yarana bilir. Və eyni zamanda deyirik ki, bu hissəyə də fikir versək, deyirik ki, yoğun bağırsaqda defekasiya prosesi, aktı baş verə bilir. Yəni, nəcis kütləsi orada formalaşır və nəcis kütləsi yoğun bağırsağın, belə deyək də, əzəllərinin hərəkəti sayəsində, yəni peristaltika nəticəsində əmələ gəlir və eyni zamanda
xaric ola bilir və bu prosesin baş verə bilməsi üçün diafraqma və qarın əzələləri də bu prosesdə iştirak edir. İzah bu qədər şagirdlər. Ümid edirəm ki, anlaşılır dildə izah etdim. Əgər hansısa bir hissədə çətinliyiniz olarsa, başa düşmədiyiniz bir şey olarsa, yorum hissədə yazın və mən onu izah edərəm. İndi keçirik öyrəndiklərinizi tətbiq edin hissəsinə. Burada cədvəl verib, həzm fermentləri, ifraz etdiyi fermentlər hansı maddələrə təsir edir və hansı şəraitdə təsir edir. Bunları qeyd etməlisiniz. Demək, ağız suyu vəzləri ifraz edir amilaza, lizosim, maltaza, hansı maddələri təsir edir? Karbohidratları təsir edir, yəni kimyəvi həzmə uğradır. Eyni zamanda zərərli maddələri də zərərsizləşdirir, lizosim və hansı şəraitdə təsir edir? Zəif qələvi. Mədə vəzləri isə ifraz etdiyi fermentlər mədədə belə deyək də həzm prosesini sürətləndirir. Pepsin, lipaza, ximozin hansı maddələr təsir edir? Dedikdə süd yağlarına, süd zülallarına və deməli zülallara təsir edir, yağlara təsir edir. Hansı şəraitdə təsir edir? Dedik ki, tuş mühitdə. Mədə-altı vəzi ifraz etdiyi fermentlər tripsin, deməli tripsin, lipaza, bir də amilaza, tripsin təsir edir zülallara, lipaza təsir edir yağlara, amilaza da karbohidratlara təsir edir və mədə-altı vəzi nazik bağırsağa ifraz olunur və nazik bağırsağın mühiti qələvidir. Qaraciyərdə ifraz etdiyi maddə fermentdir və öddür və bu öddə yağlara təsir edir. Yağları belə deyək də həzmini aktivləşdirir, sürətləndirir, amma yağı kimyəvi dəyişkənliyə uğratmır. Bağırsaq vəzləri də eyni zamanda belə deyək də qida maddələrinin həzmində iştirak edir və bağırsağın da mühiti qələvi mühitdir. Öyrəndiklərinizi yoxlayın. Nə üçün mədədə silik əmələ gəlir? Bunu qeyd etdik ki, silik əmələ gəlir ki, orada xlorid turşusu sintez olunur və xlorid turşusu mədənin divarlarını zədələməsin. Nə üçün həzm fermentlərlə yanaşı mədə vəzləri xlorid turşusu ifraz edir? Çünki xlorid turşusu fermentləri aktivləşdirir. Turş mühit yaradır ki, fermentlər aktivləşsin. Eyni zamanda zərərli maddələri də zərərsizləşdirmə funksiyasını yerinə yetirir. İnsanda mədə xorası zamanı xəstəliyi zamanı mədənin bir hissəsini cərrahi üsulla kəsib götürürlər. Nəticədə hansı maddələr həzmi çətinləşə bilər? Təbii ki, mədədə hansı maddələr həzm olur? Heyvan mənşəli zülallar, yəni süd zülalları, süd yağları, bunların həzmində çətinlik yaranacaq. Sizcə nə üçün ferment tərkibi dərman həbləri xüsusi örtüklə örtülür? Mədə belə deyək də, orada həzm orqanları hərəkət edilənə görə mədə ferment vəzləri onları belə deyək də, o orada mədədə qida maddəsi kimi parçalanmasın. Reaksiyanı sürətləndirmək üçün ora daxil olur da, yəni qida maddəsi kimi parçalanmasın ona görə. İzah bu qədər şagirdlər, hər birinizə uğurlar, sağ olun.